Yardımlı rayonunun Bilinə kəndində yurd yeridir. Belə gözəl mənzərə. Lalələrdən ibarət bir xalı salınıb sanki. Yaradanın möcüzəsidir. Azərbaycan uçsuz bucaqsız gözəlliklərinin bir parçasıdır heç şübhəsiz ki. Və aprel ayının 26-sında bu gözəlliklə üzdə qalmaq bizim də nəsibimiz oldu. Xəqani müəllimin sayəsində gəldiyi bir yerdə Xəqani müəllim də gözəlliyi aşiq edir. Hər zaman o gözəlliklərdən zövq alan, paylaşan, elimizin, obamızın dəyərli ziyarlısıdır. Xəqani müəllim, çox sağ olun. Bu məkanın, bu laləliyin hələ ki bir ömrü davam edəcək. Lalənin ömrü çox uzun olmur, amma artıq qönçələr də var, hələ bu tumurcuqlar da var. Bunlar hələ ki, yəni davam edəcək. Gəlmək istəyənlər Yardımlı rayonunun Bilinə kəndində və ümumiyyətlə bu cənub bölgəsində Yardımlı rayonunda Masallı Yardımlı magistralı boyunca da laləli yerə bizi müşahidə edirdi. Və o gün Zəngələ, ora var, Əngöyül kəndləri tərəfə getmişdik. Bu tərəfdə Hamar kənd bölgəsi, Lerişin kəndi də qonşu kənd, Zöynə kəndi. Baxırsan ki, çiçəklərlə sanki bir naxış vurulub torpağa. Və bu gözəlliklərdən zövq almaq istəyənlər buyursunlar, gəlsinlər. Öncə Azərbaycanımızı özümüz gəzək və ardınca da təbliğ eləyək ki, xaricilər də buyurub gəlsinlər sonraki bir mərhələdə və bu həm ölkəmizin inkişafıdır, həm dövlət büdcəmizin artımıdır. Eyni zamanda Azərbaycanın bölgələrində yaşayan insanlar üçün də məmnunluqdur, əlavə həm də bir üstünlüklər vəd edir. Eyni zamanda bu gözəlliklər niyə uçsuz bucaqsız bir bu ənginliklərə doğru uzanan bu Allahın möcüzəsi niyə elə yalnız burada biraz da qayğılarla üzdə qalan bu kənd zəhmətkeşlərinin gözü qarşısında saralsın, solsun və bitsin ömrü. Bu Allahın möcüzəsini hesab edirəm ki, həm də yaymaq, təbliğ eləmək bizim borcumuzdur. Və deyirlər, təbiətin gül vaxtıdır və bu təbiətin gül vaxtını gəlib görməyin əsl zamanıdır. Dostlara da xatırladırıq ki, yəni bu vaxtdan səmərəli istifadə edin. Yardımının gözəl təbiətinin, gözəl havasından gəlin siz də dadın və bu gözəl mənzərəni sizlər də təbii olaraq, görüntü olaraq yox, təbii olaraq seyr eləmək sizlərə də qismət olsun. İnşallah. Yardımlı bölgəsi də elə qonşu edirik. Digər bölgələrimiz də cənub bölgəsi qonaqpərvər insanlardır və onlar hər bir qonağın nazını çəkməyə hazır insanlardır. Əslində yaşadmam, təkcə buraya kifayətlənmək olmaz. Məsələn, yardımının elə o dağlara qalxdıqca Savalanın döşünə doğru. Bəli, elə oradan elə bir Ərdəbillə Savalanı görüşdürən dağlardır. Aramızda Əlvan məsələ olsa da, bəli. Demək, Deman kəndində vaxtı ikən taleyin acı qismətindən öz el-obasından uzaq düşmüş Demanlılar yaşayan bir kənd var orada. Qayıdış var, bir neçə ev artıq qurulub. Amma çox təəssüf ki, elə ürək açan səviyyədə qayıdış yoxdur. Bazar düzü adlanan ərazilər də ora çıxdıqca dəvə karvanı deyilə bil. Qayalara baxırsan, qeyri-adi mənzərələr var orada. Açıq səma altında bir muzeydir. Bəli, Qız qalası, qarşıda Oğlan qalası, Haça yurd, orada Sinir bulaqları, elə bu bölgəni təmin edən bulaqlardır. Sonra Şahnişin yaylağı, Şah İsmailin o zaman istirahət elədiyi bir bölgə olub, Alar kəndindən yuxarıda, o yaylaqlarda. Yəni, hamısı bu bölgələr tarix qoxuyur, eyni zamanda gözəlliklərlə zəngindir. Kəhliyotudan, sarı çiçəkdən tutmuş, ən müxtəlif can dərmanı olan bitkilərə qədər var. Hətta son vaxtlar ağır xəstəliklərin dərmanları da çaşırdan tutmuş digərlərinə qədər bu bölgədə, bu yaylaqlardan yığmaq üçün gəlirlər. O mənada hesab edirəm ki, burada bir qeyri-neft sektoruna aid o qədər böyük potensial var ki, yəni bir stimullaşdırıcı bir şeylər olar və burada bu kəhliyotudan, çaşırdan, digərlərindən bir toplama bir məntəqələrinin yaranması insanlara biraz stimul verər ki, onlar gələcəkdə bu məhsulları daşıyıb həm də bizim bir əczaxana necə deyirlər, bir aptekçilik sahəsinə də töhfə olar. Necə ola bilər əczaçılığımıza, bəli. Necə ki
ayrı-ayrı ölkələrdən biz bura dərmanları gətiririk. Hətta o otlar ki var, təbii o bitkilər. Onları biz digər ölkələrdən alıb baha qiymətə burada istifadə edincə, əslində burada da onu biz özümüz hazırlaya bilərik və sakinlərin də bura bir qatqısı olar. Məncə bu kimi məsələlərə və şükür Allaha ki, xeyli abad olan kəndlərimiz var. Və Bilinə kəndi burada yardımının Lerik bölgəsi üzrə çox asfalt örtüyü var, qaz çəkilib, işığı normal, suyu gəlir Senyer bulağından. Amma kaş ki bu digər Horavaş kəndinə çəkilən asfalt da Bilinə kəndindəki bu bir üzükvarı birləşdirilsəydi, qısa bir məsafə 3-4 kilometr. Eyni zamanda Lerikin sonuncu Gendov kəndi ilə bizim kənd arasında 3 kilometr yarımlıq məsafə var Bülüdül kəndi ilə və o bir asfalt çəkilsə iki rayon arasında da çox gözəl bir əlaqə, rahat əlaqə qurular. Yəni xırda para işlər sanki qalıb burada. O qədər bir də iş yerləri heç şübhəsiz ki, bu qlobal problemdir və bizim bölgəndə inşallah o sarıdan da bəxtiyyatçılar hesab edirəm və bu gözəlliklərin tanıdılması üçün o zaman heç necə deyirlər, geniş təbliğata ehtiyac qalmaz. Bu həm də bir necə deyirlər, maliyyə xərci olmadan bir reklamçılıq demək olar ki, insanlar gəlib, görür, gedir, danışırlar, sosial mediada işıqlandırırlar və turist axını o zaman yaranır. Bu gözəl mənzərəli yerləri görmək üçün bir yay festivalı təşkil olunsa, məsələn, çox gözəl təşəbbüsdür. Məsələn, həmin o festival ölkə miqyasında keçirilmir belə tədbirlər. Kaşki yardımlar əvvəlki kimi keçilməz yollar yoxdur. Yəni yay vaxtıdır, yağıntı havalar yoxdur. Yəni ora Alar kəndi istiqamətində Lerikin Fənəcər kəndindən gedib Alar kəndinə çox asanlıqla bərpa olunmuş yoldur, gedib çıxmaq mümkündür. Yəni orada tarixi mağara var, qız qalası, gedib oralara çıxmaq. Bəli, tarixi abidələrdir. Orada hətta dağın o tərəfində 1500-cü illərə aid böyük bir qəbristanlıq var. Elə Şah İsmail dövründə qalmadır. O yerlərin adlarını bir-bir təhlil eləsən, elə şübhəsiz ki, məsələn, o hərəsinin öz tarixi var, hərəsinin özünün araşdırmağa ehtiyacı var. Arxeoloqlar da bura, düzdür, son vaxtlar o sarıdan bir müəyyən işlər görülür, amma daha sürətli şəkildə bu avaraq şəhəri olub. Yəni yardımlının tarixi çox qədimdir. Doğru, bəli, adətən gəminin demək limana keçdiyi, bəli, bərələr var ki, oradan istifadə olunur. Deməli, su ilə bura örtülü bir zona olub. Toponimlərin araşdırılmasına ehtiyac var. Maraqlısı odur ki, məsələn, dəniz səviyyəsində 2 metrdən yüksəklikdə yerləşir də. Məsələn, o yüksəkliyə qalxdıqca hər yüksəkliyin özünə aid bitki örtüyü var. Getdikcə yüksəkliyə daha da zənginləşir. Məsələn, aşağı hissələrdə bu kəhli otub, bu hissələrdə təsadüf olunmur. Amma daha yüksəkliklərdə, məsələn, təbiətin, nə bilim, min cür çiçəyinin, ətri, gülü, insanın ayağı torpaqdan xəstələnəndə deyirik, məsələn, bu bəla hardan gəldi xəstəlik. İnsan təbiətin bir parçasıdır. Təbiətin ayrılmaz hissəsidir. Vallahi, əgər bunu biz doğrudan doğruya dərk eləsək, həqiqətən ayaqlarımız torpaqdan bəş-bəş yapışsa və onu hiss eləyə bilsək, duya bilsək, şübhəsiz ki, onun şəfaətini də görərik.